Siyasətin izahlı lüğəti efirdədir. Dollar diplomatiyası Amerika Birləşmiş Ştatları tərəfindən Latın Amerikası ölkələrinə qəbul etdirildi. ABŞ-nin dollar siyasəti nədir? Sualımızı Siyasi Elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Mətin Məmmədli cavablandırır. Dollar siyasəti termini Birləşmiş Ştatların 20-ci əsrin əvvəllərində, xüsusilə prezident William Taftın dövründə xarici siyasət strategiyasını təsvir etmək üçün istifadə olunur. Bu siyasət Birləşmiş Ştatların xarici ölkələrdə, xüsusilə Latın Amerikası və Şərqi Asiya ölkələrində iqtisadi təsirini artırmaq məqsədini daşıyırdı. Əsas məqsəd ABŞ şirkətlərinin xarici bazarlarda üstünlük əldə etməsi, Amerika kapitalının xaricdə investisiya qoyması və Birləşmiş Ştatlar iqtisadi maraqlarının qorunması idi. Dollar siyasətinin əsas prinsipi iqtisadi və maliyyə təsirindən istifadə etməklə ABŞ-nin siyasi və strateji maraqlarını təmin etmək idi. Bu siyasət çərçivəsində Birləşmiş Ştatlar hökuməti özəl şirkətlərin xarici ölkələrdə investisiyalarını dəstəkləyir, kreditlər və maliyyə yardımları ilə həmin ölkələrin iqtisadiyyatına təsir göstərirdi. Əsas məqsəd hərbi müdaxilələrdən çəkinərək iqtisadi rıçaqlardan istifadə etməklə siyasi nəzarəti təmin etmək idi. Latın Amerikası bu siyasətin əsas hədəf bölgələrindən biri idi və Birləşmiş Ştatlar şirkəti bu ölkələrdə infrastruktur, mədənçilik, kənd təsərrüfatı sahələrində geniş fəaliyyət göstərdi. Bununla yanaşı Birləşmiş Ştatlar bəzi hallarda iqtisadi maraqlarını qorumaq üçün hərbi müdaxilələrdən də çəkinmirdi. Məsələn, Nikaragua və Hondurasda Birləşmiş Ştatların iqtisadi maraqlarını qorumaq üçün hərbi müdaxilələr həyata keçirilmişdir. Dollar siyasəti beynəlxalq aləmdə həm də tənqidlə qarşılanır. Bir çox ölkə bu siyasəti yeni növ müstəmləkəçilik kimi qiymətləndirirdi. Birləşmiş Ştatların iqtisadi təsirindən narazı olan ölkələrdə Amerika əhval-ruhiyyəsi güclənirdi. Bu siyasət sonradan prezident Franklin Rooseveltin mehriban qonşuluq siyasəti ilə əvəz olundu və Latın Amerikası ölkələri ilə münasibətlərdə daha bərabər hüquqlu əməkdaşlığa üstünlük verildi.